Hər kəsə salamlar. Bugün sizlə 7-ci sınağımızla qarşınızdayam. Dostlar, deməli 7-ci sınağımızda ilk olaraq qarşınıza dinləmə sualları çıxır yenə ənənəvi olaraq. Və bu dəfəki dinləməmiz onlayn shopping haqqındaydı və bunun müsbət tərəfləri, mənfi tərəfləri, ümumilikdə onlayn shoppingə həsr olunmuş bir mətn idi. Və ilk sualımızın, birinci sualımızın doğru cavabı C variantıdır. The development of remote shopping, remote məhz elə onlayn sözünü, yəni uzaqdan hərfi mənada tərcümə etsə alış-verişin inkişafı. A variantı traditional shoppingdir, yəni ənənəvi bazarlıq belə deyək. B variantında problems of delivery companies, yəni çatdırılma şirkətlərinin problemləri. D-də computer technology, yəni kompüter texnologiyası və Y-də də müasir ödəmə sistemləri. Bunlar mətnlə əlaqəli cavablar deyildi. Doğru cavabımız məhz C variantıdır. İkinci sualda which statement is true? Doğru cavabı axtarırıq. Burada doğru cavab məhz B variantıdır. Customers can shop anytime they want. Yəni alıcılar istədikləri vaxt alış-veriş edə bilirlər. Onlayn shoppingin elə ən üstün tərəfi də məhz budur. A variantında online shopping offers limited products, yəni limitli, məhdud məhsullar təklif eləyir. Tam tərsinə onlaynda hər şey ala bilərsiniz. C variantında delivery problems never happen. Çatdırılma problemləri heç vaxt baş vermir. Amma bu məsələ onlayn satışın burada biz mənfi tərəflərindən danışanda bunu mətndə görürük, eşidirik. D variantı online shopping is unsafe for everyone. Online shopping hər kəs üçün təhlükəsizdir. Ümumiyyətlə hər kəs, heç kim, bu tip cavablar əksər hallarda yanlış cavablar olur. Və Y variantında da people prefer traditional shops today. Bu gün insanlar ənənəvi alış-verişi tərcih edirlər, amma yox, əksinə onlayn alış-veriş daha məşhurdur. Sual 3. Complete the sentence. Cümləni tamamlayacağıq. One disadvantage of online shopping is that. Online shoppingin bir çatışmazlığı odur ki, burada bizim doğru cavabımız C variantıdır ki, customers can try products. Yəni alıcılar məhsulları yoxlaya bilmirlər. Onlaynın mənfi tərəfi budur. A-da prices are always high. Qiymətlər hər zaman yüksək olur. Bu deyil səbəb əlbəttə ki. B-də people must leave their homes. İnsanlar evlərini tərk eləməlidirlər. Amma onlaynda əlbəttə ki, tərk etməyə ehtiyacı yoxdur. D variantı there are no return policies. Geri qaytarma yoxdur. Bu da yanlış cavabdır. Hətta mətnin sonlarında şirkətlərin geri qaytarma ilə və çatdırılma ilə bağlı məsələləri inkişaf etdirdiklərində qeyd edirlər ki, yəni alış-veriş, onlayn alış-veriş daha yaxşı olsun. Və Y variantı websites don't sell clothes. Saytlar paltarları satmırlar. Bu da yanlış cavabdır. Mətnin ilk hissələrində məhz vurğulanırdı bu və doğru cavabımız 3-cü sualda C variantı olur. Dostlar, davam edirik açıq suallarla. Burada vaxtınızı almamaq üçün açıq sualların cavablarını qeyd elədim ki, daha rahat bir formada görə biləsiniz. Sual 4-də write one adjective. Bir sifət yazmalıyıq. Hansı ki, dırnağın içərisində verilən variety sözünə. Variety müxtəliflik deməkdir. Və mətndə də bu sözün qarşısında işlənən sifət məhz wide sözüydür. Yəni, orada belə bir cümlədir ki, yəni onlayn shopping daha geniş müxtəliflilik verir, daha geniş çeşidlilik verir insanlara. Mətndə wider olaraq istifadə olunur, yəni müqayisə dərəcəsində istifadə olunur. Bunu həm müqayisə, həm adi dərəcədə yazmanız qəbul olunur. 5-ci sual complete a sentence-dir. Online shopping is growing because. Online shopping inkişaf eləyir, çünki it saves time and effort. Yəni, bu bizim vaxtımızı və bir növ cəhdimizi qoruyur. Yəni, cəhd dedikdə burada vaxt mənasında əlbəttə ki, yenə də nəzərdə tutulur. Amma verilən cümlə məhz bu idi ki, it saves time and effort. Və sonuncu dinləmə sualımız 6-cı sualdır ki, sual belədir ki, what are companies doing to satisfy customers? Şirkətlər alıcıları məmnun etmək üçün nə edirlər? Bunun da mətndəki cavabı belə idi ki, they are improving delivery services and return policies. Yəni,
onlar çatdırılma xidmətlərini və geri qaytarma siyasətlərini inkişaf elətdirirlər. Yəni bu əlbəttə ki, alıcıların lehinə olan fikirlərdir ki, onlayn shopping inkişaf eləsin. Keçirik 7-ci və buradan etibarən qrammatik suallara. Qrammatik sualların içərisində ilk sual tense form sualıdır, yəni zaman sualıdır. Və dostlar, diqqət edirsinizsə, bu dəfə bizim qabağımıza since bağlayıcısı çıxır. Biz bu günə qədər işlədiyimiz bütün uzlaşma testlərində indiki zamanları, indiki və gələcək zamanlarla, keçmiş zamanları da keçmiş zamanlarla uzlaşdırırdıq. Amma since bağlayıcısı bir istisna bağlayıcıdır ki, since past simple-ı, yəni keçmiş sadə zamanı present perfect ilə, yəni indiki bitmiş zaman ilə birləşdirirdi. Və bu situasiyada bizim burada uyğun cavabımız məhz B variantındakı have noun və the variantlarıdır. Since-i gördüyünüz halda sağa past simple, sola isə present perfect, yəni indiki bitmiş zaman yazacaqsınız. Sual 8. Bu bağlayıcı sualıdır, sırf tərcümə sualıdır. Və cümlə belədir ki, Nizami Gəncəvi wrote some of his poems in Persian. Nizami Gəncəvi öz əsərlərinin bəzilərini fars dilində yazıb, but, lakin, it doesn't mean that he was a Persian by nationality. Lakin bu o mənaya gəlmir ki, o milliyyət olaraq farsdır. Farsça yazıb, amma bu mənaya gəlmir ki, o farsdır və cavab B-dir. 8-ci sualda B variantı olur. Keçirik 9-cu suala. Bir modal feil testi çıxır qabağımıza. Gəlin yanlış quruluşda olan modal feilləri ixtisar edək. İlk olaraq A variantını silirik. Burada will have modal feilinin ümumiyyətlə have-in to-su yoxdur. Eyni şeyi Y variantında da görürük. Daha sonra C variantında qabağımıza needn't to başlığı çıxır. Dostlar, need not qəbul eləyəndə modal feil hesab olunur və modal feildən də sonra to işlənmir deyə ümumiyyətlə needn't to anlayışı bütün situasiyalarda yanlışdır. Yəni harda needn't to görsəz variant olaraq dərhal ixtisar edin. Bu variantlar gedir. Əlimizdə B və D variantları qalır və buradan sonrası artıq tərcümədir. Və tərcümə ilə də qeyd olunur ki, my brother has to do his homework. Qardaşım öz ev tapşırıqlarını etməlidir. That's why, buna görə də I will have to post my grandmother's letter. Nənəmin məktubunu mən göndərməli olacam. Qardaşım etməlidir, yəni onun işi var. Mən göndərməli olacam və doğru cavab məhz 9-cu sualda B variantı olur. Amma A, C, Y variantlarını qrammatik olaraq ixtisar etmək mümkün idi. Gəldik sual 10-a. 10-cu sualda dostlar bir Jane's niece ifadəsi var. Burada niece bizim açar sözümüzdür və niece bacı və qardaşın qızıdır. Yəni qadın cinsidir. Bir də bu sözün nephew versiyası var. Mən bunu sol tərəfdə sizin üçün yazıram. Nephew isə bacı qardaşın oğludur. Yəni kişi cinsidir. Yəni niece sözünü she və onun digər formaları ilə, nephew sözünü isə he və onun digər formaları ilə əvəz edirik. Yəni onun sualın birinci tərəfi she olmalıdır. Avtomatik D variantı və C variantını ixtisar edirik. Gəlirik ikinci tərəfə. İkinci tərəfdə isə me and my brother var. Yəni mən və qardaşım. Bunları birləşdirəndə biz şəxsi əmələ gəlir. Yəni Jane-in bacısı qızı mən və qardaşıma, yəni bizə zəng elədi. Zəng edəcək daha doğrusu. Bizə zəng edəcək. Biz şəxsi də burada Y variantındakı as şəxsidir və feildən sonra işlənməyinə görə də məhz obyekt əvəzliyindən istifadə edirik. Sual 11. Sifət sualında şagirdlərin ən çox səhv elədiyi suallardan biri də budur. Dostlar, bilirik ki, sifət ismin qarşısında işlənir. Yadınızda saxlayın ki, əgər nöqtələrdən sonra gələn isim təkdirsə, o ismin qarşısında mütləq artikel işlənməlidir. Yəni burada nöqtələrdən sonra gələn one əslində say olaraq yox, məhz bir təkdə olan ismin əvəzinə istifadə olunub və tək ismin qarşısında dediyim kimi artikel olmalıdır. Yəni bizim cavabımız ya B-dir ya da Y-dir. Sadəcə B variantındakı lightest sözü ESD ilə üstünlük dərəcəsindədir. Üstünlük dərəcəsində də biz E artiklından yox, məhz Z artiklından istifadə edirik. Ona görə B variantımız da səhvdir və cavab 11-ci sualda məhz Y variantı olur. Sual 12. Bu mübtəda xəbər uzlaşmasına aid bir testdir. Burada all the cattle ifadəsi verilib. Cattle bizim
toplu isimlərimizdən biridir. Həmişə cəmdə olan bir isimdir. Yəni SES yoxdur. Amma söz özü toplu isim olaraq həmişə cəmdədir. Topluda da çox istifadə olunan sözlərimizdən biridir. Yəni xəbəri cəmdə olmalıdır. Burada da cəm xəbərlər 2 və 4-dəki və have been xəbərləridir və cavabımız B variantıdır. Sual 13-ə baxırıq. Kanada is a very large country olacaq. Dostlar, ümumiyyətlə yadınızda saxlayın. Bir insanı, bir əşyanı, fərqi yoxdur. Yəni, bir yeri təsvir edərkən istifadə edilən article an article-ıdır. Jane is a student. Və yaxud da Kanada is a country. Baku is a city. Bu tip nümunələrdə an article-larından istifadə olunur. İkinci tərəfdə də North America bir belə deyək, qitə, materik adı kimi istifadə etsək, artiklsız işlənən nümunələrdən biridir və bizim burada 13-cü sualda doğru cavabımız A variantıdır. Dostlar, 14-cü sualla davam edirik. Burada 14-cü sualda sizi 2 qayda birdən gözləyir. Diqqət edirsinizsə, cümlənin əvvəlində bir let nümunəsi var və bu mürəkkəb tamamlıq qaydasını da əslində bizə xatırladır və letdən sonra biz to-suz, ing-siz tək feilin məsdər formasını istifadə eləməliyik. Ona görə A variantındakı to check, C variantındakı checked id ilə olan variantları ixtisar edirik. B, D və Y variantları qalır. İkinci tərəfdə isə bizi bir mübtəda xəbər uzlaşması testi gözləyir. Və diqqət edirsə, burada visitor sözü var. Who əvəzlikdə o visitoru təyin eləyən, canlı ismi təyin eləyən bir əvəzlik kimi işlənib. Və visitor sözü də tək isim olduğuna görə who-nun ardıca gələcək xəbər də onunla uzlaşıb tək xəbər olmalıdır. Və ona görə də məhz bu səbəbdən cavabımız 14-cü sualda B variantı olur. Daha sonra keçirik 15-ci suala. Burada complete the sentence şərti çıxır qarşımıza. Complete the sentence-də ilk şərtimiz o idi ki, budaq cümlənin cümlə quruluşu sual cümləsi formatında olmamalıdır. Məsələn, burada buna uyğun olmayan D variantını silirik. Diqqət edirsə, does he-dən qabaq işlənib. Yəni, köməkçi fe'l mübtədanın qabağına keçəndə artıq sual cümləsi yaranır. C variantında was Lucy-dən qabağa keçib bu variantı da ixtisar edirik. Digər 3 variant bu quruluşa uyğundur, qalır. Daha sonra Y variantında why ilə for işlənmə qaydası pozulubdur ki, why bağlayıcısı olan nümunələrdə for sözünüzündən istifadə edə bilmərik və A variantına da diqqət eləsək, dostlar, cümləmizin mübtədası Emma and Jack-dir, 2 şəxsdir, yəni cəmdir. Amma xəbərimiz works-dür. Feilin sonunda S olanda tək xəbər olur ki, bu works yox, məhz work olmalıydı. Doğru cavabımız B variantı olur. Diqqət edirsə, burada it took işlənibdir və cavab 15-də B variantı oldu. Sual 16 ilə davam edirik. Bu bir quantifier sualıdır. Və diqqət edirsinizsə, burada how many of the given words can be used? Neçə variant işlənə bilər? Yəni, biz burada say olaraq bir cavab yazmalıyıq. Və nöqtələrdən sonra, dostlar, free time gəlib. Time sayılmayan isimdir. Və variantlardan a little, much və a lot of əvəzlikləri, yəni 3 əvəzlik sayılmayan isimlə işlənə bilir və 16-cı sualımızın da cavabı məhz C variantı olur. 17-ci sualla davam edirik. Define the sentence in the passive voice. Məchul növdə olan cümlələri tapmalıyıq. Dostlar, məchul növdə olan bir cümlənin düsturu, bunu əvvəlki sınaqlarımızda da qeyd eləmişdik ki, to be üstəgəl verb 3 strukturudur. Amma şərtlərimizə əlavə də var idi ki, zəri zıra ilə olan cümlələr məchul növdə olmurdu. Sonunda sifət işlənən cümlələr məchul növdə olmurdu. Elə bu sifət qaydasına əsaslansaq, bax, 3-cü cümlənin sonunda surprising var. Bu sifətdir. Məsələn, 3-cü cümləni bu səbəbdən ixtisar edirik. Və bir də 5-ci cümləyə baxsaq, 5-ci cümlədə was var, yəni to be var. Amma bir verb 3 yoxdur. Hər hansısa bir 3-cü formada olan feil yoxdur. Ona görə 5 də yanlışdır. 1, 2, 4 bizim düzgün cavabımızdır. 1-də diqqət edirsə v var və cümlənin sonunda da announced verb 3-dür. 2-də was var və davamında da destroyed var. 4-də də yenə was var və destroyed var. Doğru cavab D variantı olur. 1, 2 və 4. Sual 18 ilə davam edirik. 18-ci sual preposition sualıdır və burada iki ifadəmiz var. Biri
iki feilimiz deyək. Biri talk feilidir, biri də listen feilidir ki, hər iki feil to sözünüsünü canlı tamamlıq ilə tələb edir. Talk to somebody, listen to somebody. Və cavabımız məhz A variantı olur 18-ci sualda. Sual 19 ilə davam edirik. 19-cu sualda correct interrogative sentence, yəni düzgün sual cümləsi axtaracağıq. What is hands? Bu hands nəçidir? Yəni nə peşə ilə, nə işlə məşğuldur sualıdır. Who is hands deyəndə hands kimdir? What is hands deyəndə hands nəçidir olaraq tərcümə olunur və bu səbəbdən həm birinci, həm də ikinci cümlə doğru cavabdır. Üçüncü cümlə yanlışdır, çünki buradakı sual cümləsinin söz sırası ardıcıllığı pozulubdur. Has burada hands'dən öncə gəlməli idi. Xatırlayırsınızsa, əvvəlki sınaqlarda da qeyd eləmişdik ki, sual cümlələrində söz sırası ardıcıllığı what, do you, want ardıcıllığında olmalıdır. Yəni cümlədəki sözləri məhz bu ardıcıllığa uyğun sıralamaq lazımdır. Üçüncü cümlə whom, has, hence, invited şəklində olsaydı düzgün cavab kimi götürmək olardı. Dördüncü cümləyə diqqət eləsəz, dostlar, dördüncü cümlədə bu sıralamanı görə bilərsiniz. Bax, how many people, daha sonra hence, daha sonra hence və daha sonra da invited. Məhz what do you want ardıcıllığına uyğun gəlir. Və 5-ci cümlədə biz yenə də bu sıranın pozulduğunu görürük. Məhz bizim 3-cü cavabımız, bir də 5-ci cavabımız səhv idi. Doğru cavab 1, 2, 4 məhz B variantı oldu. Keçirik 20-ci suala. Bu so do I, neyəcə do I mövzusuna aid bir sualdır. Burada biz bilirik ki, cümlə təsdiqdə olanda so ilə, inkarda olanda isə neyəcə ilə cavab veririk və köməkçi feili də olduğu kimi saxlayırıq. Yuxarıda we must speak English cümləsi verilib. Must burada elə özü modal feil kimi işlənib deyə cavabımız elə must-la olacaq ki, onsuz da bütün variantlar must-landır. Və cümlə də təsdiqdə olduğu üçün cavabımız da təsdiqdə olmalıdır. Ona görə B variantı mustn't, D variantı neither, C variantı neither səbəbindən silinir. Bunlar inkar cavablardır. A və Y variantları qalır. A variantının sonunda isə is işlənibdir və is-ı biz inkar cümlələrinin sonunda işlədirik. Is-ı təsdiqdə işlənmir və A variantı da yanlışdır. Doğru cavabımız Y variantı olur. Sual 21-ə baxırıq. 21-də bir definition testi çıxır qabağımıza. Birinci sözümüz influence təsir etməkdir. Complain şikayət eləməkdir. Support isə kömək, dəstək olmaq mənasındadır. Və dostlar, influence sözünə uyğun gələn nümunə elə bax 3-cü C variantındakı effect sözü ilə influence sözünü uyğunlaşdırmaq olar və birə məhz C variantı uyğun gəlir. Daha sonra bax support kömək, dəstəkdir. Buna da B variantındakı help sözünü uyğunlaşdırmaq olar ki, 3-də də B olur və complain də şikayətlənməkdir ki, A variantı buna uyğun gəlir. To say that something is wrong or unfair. Nəyinsə yanlış və ya ədalətsiz olduğunu demək. Yəni şikayət etmək. Doğru cavab A variantı. C, A, B ardıcıllığında doğru cavabımız C variantı olur. Və gəldik 22-ci suala. Bu da topluya bu il əlavə olunan mövzulardan biridir. Bilirsiniz, əvvəlki sınaqlarda da təkrar demişəm. Mən 22-ci qrammatik sualların 22-cisini çalışıram topluya yeni əlavə olunan və şagirdlərin çox görmədiyi suallar üzərində qurum ki, iş dəyər imtahanda bu suallar qarşımıza çıxsa, yəni rahat şəkildə cavablaya bilək. Və dostlar, burada da bizim belə deyə testimizin ipucusu məhz of sözönüsüdür ki, biz test nümunələrində sözönülərdən sonra feilin məhz ing sonluqlu nümunələrindən istifadə etməliyik. Qayda çox bəsitdir. Sözünü gördünüzsə, ardıca gerund istifadə eləməlisiniz, yəni ing-li feil nümunəsini. Və ona görə də 22-ci sualımızın doğru cavabı məhz D variantıdır, yəni completing cavabıdır. Və dostlar, çatdıq reading mətnlərinə, suallarına daha doğrusu. Və bu dəfəki mətnimiz ahtapotlar haqqındaydı və dənizdə yaşayan bu canlıların ümumiyyətlə haqqında ətraflı məlumat alırıq mətndə. Və 23-cü sualda what is the passage mainly about mətn nə haqqındadır? Burada doğru cavabımız C variantıdır.
hansı ki biz a special type of marine creature. Marine də dəniz deməkdir. Yəni creature da varlıq deməkdir də, belə deyək. Dəniz varlıqlarından bir növü. Yəni burada biz ahtapotlardan danışırdıq. O bir növ dedikdə məhz ahtapotları nəzərdə tuturuq. Doğru cavab 23-də C variantı olur. 24-cü sual, which statement is true? Hansı fikir doğrudur? Burada A variantında octopuses are not intelligent animals. Yəni ahtapotlar ağıllı heyvanlar deyil. Amma mətndə bunun tam tərsi qeyd olunur. Hətta birinci abzasın belə deyək, ikinci cümləsindən başlayaraq, bax diqqət edirsə mətndə də işarə edirəm, high intelligence deyə bir hissə verilib, yəni yüksək zəkaya malikdirlər. B variantı bizim doğru cavabımızdır. They can change color to survive. Onlar rənglərini, sağ qalmaq üçün rənglərini dəyişə bilirlər. Bunu da biz mətndə görürük. Bu hissə ikinci abzasda qeyd olunubdur. İkinci abzasda orta hissələrdə baxın, diqqət edirsinizsə, surprising their skill at changing color and texture. İkinci abzasın elə ilk cümləsidir daha doğrusu. Their skill at changing color. Yəni rənglərini dəyişə bilirlər. Və elə 24-cü sualımızın doğru cavabı da məhz B variantıdır. 25-ci suala baxırıq. Burada complete the sentence tələb olunur. Yəni cümləni tamamlamaq tələb olunur. The intelligence of octopuses is clearly shown by their ability to. Deyir, onların zəkası nə ilə görünür? Burada doğru cavab dostlar A variantıdır. Elə solve problems and escape difficult situations, yəni problemləri həll eləmək və çətin situasiyalardan xilas olmaq. Bu da birinci abzasdadır. Bax, diqqət edirsinizsə, scientists have discovered that, bu cümlə, octopuses can solve problems, open jars and even escape from closed containers. Yəni, burada deyir ki, problemləri çözə bilirlər, qabları aça bilirlər və hətta bağlı saxlayıcı, konteyner qab kimi də saxlayıcılardan xilas ola bilirlər və 25-ci sualın cavabı məhz bu səbəbdən A variantı olur. Və 26-cı sualda da bizdən düzgün cavab istəyir. Why is color and texture change essential for octopus's survival? Nəyə görə rənglərinin dəyişməsi ahtapotlar sağ qalması üçün vacibdir və bu birinci abzasın son cümləsidir və hətta ondan əvvəlki hissədə də məhz bunu vurğulayır ki, onlar öz düşmənlərindən və təhlükələrdən bu yolla qoruna bilirlər. İkinci abzasın əvvəlində də bunu görürük. Bu hissəni daha dəqiqsə göstərə bilərəm. They do this to hide from predators or to communicate with other octopuses. Yəni düşmənlərindən gizlənmək üçün və yaxud da bir-birləri ilə əlaqə yaratmaq üçün istifadə edirlər. Və doğru cavabımız burada məhz A variantı olur ki, it allows effective hiding from predators. Yəni düşmənlərindən gizlənmək üçün kömək edir bu bacarıqları onlara. Gəlirik 27-ci suala. Burada sinonim, find out və paragraf 1 ipucularını görürük. Cavabımız birinci abzasdadır. Find out, tapmaq, aşkara çıxartmaq mənasında bir sözdür. Və bu sözümüzün də sinonimi birinci abzasda məhz discover sözüdür ki, discover-da tapmaq, kəşf eləmək mənasındadır. Gəlirik 28-ci suala. Burada paragraf 2, yəni ikinci abzasda verilən definition-a aid bir söz tapmalıyıq. The ability to hide, gizlənmək bacarığı by looking like the surroundings. Yəni, surroundings bilirsiniz nədir? Ətraf. Ətrafa bənzəyərək gizlənmək bacarığı. Dostlar, bu söz ikinci abzasdadır daha doğrusu. Və ikinci abzasda, bax, burada gördüyünüz indi dairəyə aldığım sizin üçün camouflage sözünün definition-ıdır. Bizim də istifadə elədiyimiz bir sözdür. Kamuflaj sözüdür Azərbaycan dilində. Yəni, kamuflaj olmaq, gizlənmək, əskərlərin falan daha çox elədiyi bir hərəkətdir. Təbiətdə xüsusilə kamuflaj olurlar, yəni gizlənirlər, görünmürlər. Və 28-ci sualımızın cavabı da məhz kamuflaj sözüdür.
Və sonuncu 2 sualımız qaldı. 29-a baxırıq. Burada 2 sözü dəyişmə sualı çıxır qabağımıza. Protecting marine environment is. Bu mətnin ən sonuncu cümləsidir dostlar və burada essential to ensure that these intelligent animals continue to live. Bu hissə, mənim altından xətt çəkdiyim hissə bizim ən azı 2 sözü dəyişməli olduğumuz hissədir. Mən yenə sizə buradakı sinonim ehtimallarını deyirəm, amma özünüzün də fərqli cavablarınız olsa yazıb soruşa bilərsiniz. Biz burada essential sözünün əvəzinə crucial, vital, important, necessary sözlərindən istifadə edə bilərik. Ensure sözünün əvəzinə make sure, assure, provide, secure sözlərindən istifadə edə bilərik. Intelligent sözünün yerinə smart, clever, wise sözlərindən istifadə edə bilərik. Continue sözünün əvəzinə isə go on və last. Bəli, bildiyimiz last sözü həm də davam eləmək mənasındadır. İstifadə etmək mümkündür. Hətta live sözünün yerinə biz burada survive də yaza bilərik. Çünki burada continue to live, yaşamağa davam eləmək, məsələ sağ qalmaq anlamında da istifadə oluna bilir. Və sonuncu 30-cu sualımız what other intelligent animals do you know? Başqa hansı ağıllı heyvanları tanıyırsan? Yəni burada artıq siz cavab yazarkən autopodlardan ümumiyyətlə istifadə etməməlisiniz və tamamilə başqa bir heyvan yazın. R bölməsində yazdığınız cümlələri qeyd edib fikirlərimi ala bilərsiniz. Mən sizə səhv etmisinizsə əgər nələrə diqqət etməli olduğunuzu yazıb orada qeyd edə bilərəm. Belə dostlar, əlavə edər hansısa bir sualınız olsa yenə eyni şəkildə R bölməsində qeyd edə bilərsiniz. Sınaq qrupumuza qoşulmaq üçün də qeyd olunan yuxarıda səhifənin yuxarısında qeyd olunub WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar. Sınaq 8-də görüşmək ümidi ilə.